Burun əməliyyatı edənlər üçün faydalı video olacaq. Kəsilmi? Saç kəsmə eləyəcəm, üz baxımı eləyəcəm və burun bantlaması eləyəcəm. İlk olaraq uyğun qiyməti olan üz baxımı eləyək. Mənim kimi çox quru dəriniz varsa, mütləq üzünüzü hidrofil yağı ilə təmizləyin. Hidrofil yağı çətin təmizləndiyi üçün mütləq üzərindən misillər suyu da gedirəm. Üzdəki ləkələri aparmaq üçün tonikdən istifadə etmək mütləqdir. Üzümüzü nəmləndirmək lazımdır. Üzümün və boynumun ışıltısı. Gecə saat 3-də ağlıma batan çolka kesimi eləyəcəm. Bu videonun sonunda ya ağlayacağım, ya da hirsimdən güləcəm. Bu da mənim ayırdığım çolkam. Arada belə uzun tüklər var, da bunları əlləşmədim ayırmağa. Bu qədərini kəsin. Ay, amma saç uçlarım bu dəqiqə ürəyi ağrıyır. Bu kəsilmi? Hə? Bu nədir? Saçımı katka edib gəldim. Nəticə inanılmaz. Bu qız hər şeyi bacarır. Keçək burun bantlamasına. Bu uzunluqda bir dənə lent kəsirik. Burnumuzun ucundan qoyuq. Hop. Bu tərz bantlama burnun şişkinliklərini azaldır. Bunun əyilməsinə icazə vermir. Və gəldik çox insanın sevmədiyi məqama. Burun əyilməsin və burun deşikləri simmetrik qalsın deyirdi. Normalda bunu gecələr taxmaq lazımdır. 7-8 saat qalmalıdır. Amma mən gündüzlər də taxıram. Ən azı 1 saat, 2 saat saxlayıram və gecədə taxıram.